Deməli, 62-ci sualda qalmışdıq. Həll eləyək bunu. A çıxaq A bərabərdir -12 üstəgəl 12. 0 bərabərdir 0. X itərsə, bir-birinə bərabər olmayan ədədlər alınarsa, sonsuz sayda həlli var. A daxildir R və yaxud da mənfi sonsuzluq, müsbət sonsuzluq. 63 həll eləyək. -x üstəgəl x bərabər x keçdi o tərəfə işarə dəyişdi. 20 çıx 20. 0 bərabər 0. X itərsə bir-birinə bərabər olan ədədlər alınır. Sonsuz sayda həlli var. Sonsuz sayda həlli var və yaxud da x daxildir bütün həqiqi ədədlər. 64-cü sual bilmək üçün gərək 2 qat radikalı biləsiniz. Bax, buradakı ifadə bir A olsun. A bərabərdir. A bərabərdir. Buradakı ədəd bölünsün buradakı ədəd. Kök altda 4 plus kök 12 bölək 4 minus kök 12. Biz keçmişik də, düzdür, irrasionaldan azad eləmək. Bunu 4 üstəgəl kök 12-yə vuraq. Həm aşağısın, həm də yuxarısın. Belə bir misal var idi. Kök A-nı kök A-ya vuranda boş A eləyirdi. Görürsünüz, kökün altında ikisində də eyni ədəddir. Hamısını atırdıq, bir dənə kökün içindəkini yazırdıq. Burada da kökün altında ikisində də eynidir. Hamısını atırıq, bir dənə onu yazırıq. Bunu bildik. Aşağıda da bir kökün altında 4-ün kvadratı çıx kök altda 12-nin kvadratı. O da eləyir 16 çıxaq 12-dən 4, oradan da 2 çıxır. X çıxaq 0.9 plus kök 3 bərabərdir. 12 var ha, kök altda 12. Bunu 4 vur 3 yazmaq olar, hə. Oradan da 2 kök 3 çıxır. 4 plus 2 kök 3 bölə 2. X çıx 0.9 üstəgəl kök 3 bərabərdir. 2-ni çıxardırıq, 2 plus kök 3 böl 2. Getdi bunlar. X çıx 0.9 plus kök 3 bərabərdir 2 plus kök 3. Kök 3'lər getdi. X bərabərdir 2 üstəgəl 0.9. O deyilir 2.9. Belə. 2.9 hansı aralıqdadır? 2 və 3 arasındadır. Çox maraqlı sual idi. Xətti tənlik bitdi.